Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. ASTV xəbərin saat 14-də olan buraxılışını təqdim edirik. Başlayaq anonslardan. Prezident İlham Əliyev Çinin China Datan Corporation Ltd şirkətinin nümayəndə heyətini qəbul etdi. Bakıda Konstitusiya və Qanunun aliliyi müasir hüquqi sistemlərdə mövzusunda beynəlxalq konferans başladı. Prezident İlham Əliyev konferans iştirakçılarına müraciət ünvanladı. Braziliyada Hindular COP30'un keçirildiyi əraziyə daxil olmağa cəhd etdilər. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma oldu. Xəsarət alanlar var. Fungbong qasırğası bu dəfə Tayvanda ciddi fəsad törətdi. 1000-dən çox evi su bastı. Əhmədidə torpaq sürüşdü. Bu sürüşmənin səbəbləri isə ilkin variantlarda, ilkin versiyalarda müxtəlifdir. Hadisənin səbəbləri ilə bağlı mütəxəssislərin rəyi necə olacaq? İndi isə daha ətraflı. Prezident İlham Əliyev bugün Çinin China Datan Corporation Ltd şirkətinin direktorlar şurasının sədri Lü Junun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı China Datan Corporation Ltd şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxunaraq, bunun əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev, Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd etdi. Dövlətimizin başçısı bu il Çinə dövlət və işgüzar səfərlərini xatırladı. Bu səfərlərdən sonra strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişləndiyini vurğuladı. Qəbula görə minnətdarlığını bildirən Lü Jun, Bakının inkişafının onlarda xoş təəssürat hissi yaratdığını dedi. Qonaq ölkəmizdə özlərinə qarşı olan dost münasibəti qeyd etdi. Söhbət zamanı Azərbaycanla China Datan Corporation Ltd şirkəti arasında enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev 12 noyabr Konstitusiya günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Birinci vitse-prezident Mehriban Əliyeva da 12 noyabr Konstitusiya günü münasibətilə sosial şəbəkə hesablarında foto paylaşıb. Konstitusiya və Qanunun aliliyi müasir hüquq sistemlərində mövzusunda beynəlxalq konferans başlayıb. Açılış mərasimində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin konferans iştirakçılarına müraciətini səsləndirib. Qəbulundan keçən dövr ərzində Konstitusiya ölkə daxilində aparılan çox şaxəli islahatlar və qloballaşan dünyada inteqrasiya üçün özül qismində çıxış etmiş, cəmiyyətdə qanunun aliliyini təmini, azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı, xalqın tarixi, milli mədəni irsinin qorunması istiqamətində əvəzsiz rola malik olduğunu və sağlam təməllər üzərində qurulduğunu sübut etmişdir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövlət kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər, insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşməsi və dövlət idarə etmənin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva etmişdir. Bir daha sizi Bakıda ürəkdən salamlayır və konferansın işinə uğurlar arzulayıram. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Bakı şəhəri 12 noyabr 2025-ci il. Gələn il mədəniyyət, gənclər siyasəti və bu qəbildən olan digər tədbirlər üçün dövlət büdcəsindən 632 milyon manat vəsait nəzərdə tutulur. Bu barədə Milli Məclisin Gənclər və İdman, İctimai Birliklər və Dini Qurumlar, Mədəniyyət Komitələrinin birgə iclasında bildirilib. Qeyd edilib ki, nəzərdə tutulan vəsait ötən illə müqayisədə 135 milyon manat, yəni 27% çoxdur. Son 5 ildə bu istiqamətdə ayrılan vəsait isə 56% artıb. Ümumilikdə gələn ilin büdcəsində ölkə üzrə davamlı iqtisadi artım qorunub, pozitiv dinamika təmin edilib. Müzakirəyə çıxarılan büdcə layihəsi əlbəttə ki,
ölkəmizin bütün istiqamətlər üzrə inkişafının təmin edilməsi üçün real əsaslar yaradan çox ciddi bir sənəddir. Ancaq büdcə layihəsi tərtib edilərkən əlbəttə ki, onun bütün sahələr üzrə hər kəs əlbəttə çox arzusundadır ki, onun sahəsinə, bu istiqamətə daha çox vəsait ayrılsın. O sahə üzrə inkişafın daha da yüksək olması üçün imkanlar bir qədər də genişlənsin. Amma istənilən büdcə layihəsi, istənilən növbəti il üçün tərtib edilərkən müəyyən məhdudiyyətlər var. O məhdudiyyətlər də ilkin növbədə görülməli işlərdən ibarətdir. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində şəhid olmuş 20 hərbiçidən 18-nin cəsədi tapılıb. Bu barədə Gürcüstanın Daxili İşlər naziri Gela Geladze məlumat verib. 18 nəfərin nəşi tapılıb, daha 2 nəfərin cəsədinin axtarışları davam edir. Biz Türkiyənin Daxili İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə işləyirik. Türkiyəli həmkarlarımız da bu prosesə cəlb olunub və birgə axtarış işləri aparırıq deyə Geladze bildirib. Nazir əlavə edib ki, hadisə yerində beynəlxalq axtarış qrupu yaradılıb. Ukraynanın Dnipropetrovsk vilayəti növbəti dəfə Rusiya Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Vilayət administrasiyasının yaydığı məlumata görə dron zərbəsi nəticəsində bir nəfər həlak olub. Pavlograd şəhərində yanğınlar baş verib. Bir neçə müəssisə və avtomobilə ziyan dəyib. Nikopol şəhəri artilleriya atəşinə məruz qalıb. Yanğın qeydə alınıb. Xarkova PUA hücumu nəticəsində isə 4 nəfər xəsarət alıb. Şəhər meri İqor Terexovun sözlərinə görə bir müəssisə və 20 yaşayış evində dağıntılar var. Ukrayna Silahlı Qüvvələri aktiv müdafiə strategiyasını davam etdirir. Döyüşlərin əsas hissəsi Pakrovsk istiqamətində cəmlənib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Telegram kanalında məlumat verib. Onun sözlərinə görə bu istiqamət döyüşlərin təxminən 40%-ni təşkil edir və Rusiya ordusu burada ciddi itkilər verir. O əlavə edib ki, Rusiya qüvvələri Zaporojye vilayətində fəallığı artırıb və mövqelər arasında hərəkət üçün dumanlı hava şəraitindən istifadə edilir. Həmçinin Rusiya tərəfi canlı qüvvə və texnika üstünlüyü nəticəsində 3 yaşayış məntəqəsini ələ keçirib. Braziliyanın Belém şəhərində keçirilən BMT-nin iqlim dəyişikliyi konfransında onlarla yerli icma nümayəndəsi tədbirin keçirildiyi əraziyə daxil olmağa cəhd edib. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Nəticədə bir neçə mühafizəçi xəsarət alıb. Hadisə zamanı konfrans iştirakçıları binada qalmağa məcbur olublar. Vəziyyət sabitləşdikdən sonra onlara çıxışa icazə verilib. Etirazçılar Braziliya hökumətindən yerli xalqların meşə idarəçiliyi və təbii sərvətlərin istifadəsi ilə bağlı qərarlarında söz haqqına malik olmasını tələb ediblər. Onlar bildiriblər ki, çoxsaylı sənaye və tikinti layihələri Amazon meşələrinə zərər vurur. Filipində 27 nəfərin ölümünə səbəb olan Fung Fong qasırğası Tayvanda ciddi fəsad törədib. 1000-dən çox evi su basıb, 6000-ə yaxın evin elektrik təsisatı kəsilib. Təbii fəlakət nəticəsində 51 nəfər xəsarət alıb. 8000-dən çox sakin daha təhlükəsiz ərazilərə köçürülüb. Adanın cənubunda idarə və məktəblər bağlanıb. Əlverişsiz hava şəraiti səbəbindən dəmir yol nəqliyyatının hərəkəti dayandırılıb. Bərə reysləri ləğv olunub. Argentinanın paytaxtı Buenos Airesdə dəmiryol qəzası baş verib. Sərnişin qatarının reysdən çıxması nəticəsində 19 nəfər xəsarət alıb. Yaralılardan 9-u xəstəxanaya yerləşdirilib. 10 nəfərə isə yerində tibbi yardım göstərilib. Qəza ilə əlaqədar qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hadisənin səbəbləri müvafiq ekspertizalar aparıldıqdan sonra müəyyən ediləcək. Buraxılışımız davam edir. Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində torpaq sürüşməsi baş verib. Əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb edilib. Ərazidə monitorinqlərə başlanılıb.
Xətai rayonu Əhmədli qəsəbəsində səhər saatlarında məhz bu cür sürüşmənin baş verdiyi qeyd olundu və bu sürüşmənin səbəbləri isə ilkin variantlarda, ilkin versiyalarda müxtəlifdir. Operatorumuz indi Rüstəm Abdullayev sizə göstərəcək. Artıq burada monitorinqdə işlər aparılmağa başlayır və sürüşmənin nəticəsi haqqında məlumat verilməsi üçün işlər görülür, tədbirlər görülür. İlkin variant olaraq deyildi ki, məhz gecə saatlarında ağaclara, bu yaşıllıqlara, bu ağaclara daha çox su verildiyi üçün bu cür sürüşmənin baş verdiyi ehtimal olunur və ikinci variant isə deyilənlərə görə buradan magistral su xətti keçir və onda bir qəza yaranır və qəza nəticəsində sızma baş verib və sürüşmə bunun nəticəsində olubdu. İndi bu ilkin variantlardır və heç bir nə birinci, nə ikinci variant üzərində hələ ki konkret olaraq biz indi hadisə yerindən çatdıq və konkret olaraq bizə hələ ki məlumat verən yoxdur bu variantlar haqqında və nəticə olaraq monitorinqdən və aparılan işlərdən sonra məlum olacaq ki, əslində sürüşmə nəyin nəticəsində sürüşmə baş veribdir. Amma istəyirəm ümumiyyətlə Bakıda, məhz qəsəbələrdə, ümumiyyətlə parklarda, məhz bu cür yaşıllıqlar olan zonada niyə sürüşmə baş verir? Bunun səbəbləri nədir və bu cür sürüşmələrin baş verməməsi üçün, bunun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? Elə Birnur İsmailov, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdürü bu haqda bizə məlumat versin. Buyurun. Deməli, qaldığımız yamaç aktiv sürüşmə sahəsidir. Burada sürüşmələrin baş verməsi üçün həm geoloji şərait olduqca, relyef şəraiti olduqca meyillidir. Və bu mənada burada görülən işlərdə mütləq bunları nəzərə almaq lazımdır. Sürüşmə çox dərin deyil, lokal bir ərazidə baş verir. Yəni o lokallıq onu göstərir ki, burada antropogen təsirlər daha aktivdir və onun səbəbindən bu sürüşmə baş verib. Əgər magistral kəmərlə bağlı olsaydı, hal-hazırda oradan su axmalıydı. Biz suyun axdığını görmürük. Deməli, belə çıxır ki, bu suvarma ilə bağlıdır. Və yaşıllığa fikir verəndə kifayət qədər su aldığına görə həmin ərazidə lokal belə sürüşmələrin baş verməsi təbiidir. Və orada ağacların da sürüşüb aşağıya doğru hərəkət etməsi onu göstərir ki, vaxtilə yaşıllaşdırma da düz aparılmayıb. Ağacların seçilməsində, hələ indinin özündə də körpə ağacları mən görürəm, cavan ağacları, onların seçilməsində də səhvlərə yol verilib. Yəni bu şam ağaclarıdır, bu tipli ağacların kökü dərinə getmir və torpaq eroziyanın və yaxud da ki, sürüşmənin qabağını almaqda çox zəifdir. Digər tərəfdən istinad divarına baxıram. Aşağıdakı istinad divarının birincisində kifayət qədər drenaj, şaqlı drenajlar yerləşdirilib. Amma yuxarıdakı istinad divarında isə belə drenajlar yoxdur. Həmin drenajlar yeraltı suları tənzimləmək üçün çox vacibdir. Və burada çox gilli, ağır gilli suxurlardır. Bunlar çox sürüşməyə meyillidir. Və burada bundan sonra görülən tədbirlər mütləq sürüşməyə qarşı yönəldilməlidir. Mənə elə gəlir ki, biz əslində daha böyük sürüşmənin astanasındayıq burada. Ona görə də çox diqqətli olmaq, belə yamaclarda sulama tədbirləri həyata keçirilməməlidir. Elə ağac əkməlisən ki, o Abşeron şəraitində quraqlığa davamlı böyüyə bilsin. Biz dəfələrlə belə ağacların adını demişik. Onlardan həmişəyaşıl olanı da var, yarpağını tökəni də var. İndi nəysə biz şam ağaclarına yaşıl olduğuna görə daha çox meyl eləyirik və tez yaşıllaşdırma aparır. Amma yamacın xarakterindən asılı olaraq belə yamaclarda fitomeliorativ tədbirlər aparanda çox diqqətli olmalı. Ağac və kolların quraqlığa davamlı olmasına ayrıca diqqət yetirmək lazımdır. İnşallah böyük sürüşmələri burada görmərik. Amma mən yamacın qaş hissəsinə baxanda orada bəzi yerdə çökmələr görürəm. Həmin çökmələr böyük sürüşmənin işarətləridir. O tədricən baş verir, baş verəndə də çox böyük fəlakət törədir. Bina da bura çox yaxındır,
bu bina içində müəyyən təhlükə yaradır. Ona görə də gələcəkdə belə yamaclarda aparılan tədbirlərdə çox diqqətli olunmasını tövsiyə edərdim. Müəllim, bəli, 9 nömrəli, Bakı şəhər 9 nömrəli şəhər uşaq poliklinikasında elə kadrlardan da gördüyünüz kimi monitorinqlər, işlər, tədbirlər davam etdirilir və sürüşmənin niyə konkret olaraq baş verilməsi haqqında da araşdırmalar aparılır və yəqin ki, bir neçə saatdan sonra məhz nə səbəb olubdur sürüşməyə, bunun haqqında elə mediaya da, ictimaiyyətə də ətraflı məlumat veriləcək. Bugündən Sumqayıt şəhərini paytaxtla əlaqələndirən 500 nömrəli marşrut xətti istifadəyə verilib. Yeni avtobuslar hansı istiqamətlərdə hərəkət edəcək? Bu barədə daha ətraflı bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Vüsal Arifsoy məlumatları çatdıracaq. Buyurun Vüsal, eşidirik sizi. Bəli, bugündən başlayaraq artıq Sumqayıt şəhərini paytaxt Bakı ilə əlaqələndirən daha bir avtobus xətti istifadəyə verilib. 500 nömrəli marşrut xətti ilə artıq Bakıdan Sumqayıta və Sumqayıtdan əks istiqamətinə sərnişinlər rahat və təhlükəsiz şəkildə gedib gələ biləcəklər və hansı yollardan bu avtobus keçəcək və qiymət neçədir? Bu haqda ətraf məlumatda bizə elə birbaşa bağlantıda yerüstü nəqliyyat anketinin mətbuat katibi məhz Tural Orucov məlumat verəcək. Bir daha sizi xoş gördük. Buyurun. Yeni marşrut xəttində ətraflı məlumat sizə işlək. Qeyd edim ki, Sumqayıt şəhərindən sərnişinlərin paytaxt ərazisinə sərnişin tələbatı nəzərə alınaraq, eyni zamanda rahat şəkildə 20 yanvar metro stansiyasına gəlişlərini təmin etmək məqsədi ilə artıq bugündən noyabrın 12-sindən Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edildi və istifadəyə verildi. Qeyd edim ki, başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsi, Heydər Əliyev parkının yanından, daha sonra Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə birbaşa 20 yanvar metro stansiyasına gəlir bu avtobuslar. Son dayanacaq məntəqəsi isə Seyid Cəfər Pişivəri küçəsidir ki, bax dayanacaqların son məntəqəsi məhz buradadır. Ümumiyyətlə qeyd edim ki, avtobuslarda ödəniş nağdsız qaydadadır və 80 qəpik təşkil edir. 20 böyük tutumlu 18 metrli avtobus CNG texnologiyasına təchiz edilib və ekoloji cəhətdən təmizdir. Vətəndaşlarımıza 7-8 dəqiqə hərəkət intervalı ilə xidmət göstərir. Sərnişin tələbatı nəzərə alınaraq bu xətt bizim tərəfimizdən yaradılmışdır və birbaşa olaraq Sumqayıt şəhər sakinlərinin 20 yanvar metro stansiyasına gəlişini təmin edir. Biz deyə bilərmi ki, sərnişin sıxlığı mən aradan qaldıracaq bu marşrut avtobusu? Ümumiyyətlə qeyd edim ki, vətəndaşların rahat və sürətli şəkildə bir şəhərdən bilavasitə 20 yanvar stansiyasının gəlişini təmin olunan bir xəttdir. İri tutumlu avtobuslardır, 18 metrli avtobusda 20 ədəddir və əlbəttə ki, sərnişin tələbatını qarşılamağa hesablanmış bu addımlar. Təşəkkür edirik. Bizim isə çatdıracaqlarımız bundan ibarət idi. Sözü yenidən sizə ötürürük. Təşəkkür edirik Vüsala və müsahibinə ətraflı məlumatları bizə çatdırdılar. Ölkə ərazisində dumanlı hava şəraiti noyabrın 15-nədək fasilələrlə davam edəcək. Səhər saatlarında Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsi 50-200 metr təşkil edib. Fövqəladə Hallar Nazirliyi kiçik həcmli gəmi istifadəçilərinə müraciət ünvanlayıb. Təhlükəsizlik məqsədi ilə belə hava şəraitində kiçik həcmli gəmilərin istismarının qadağan olduğu diqqətə çatdırılıb. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi oyunları davam edir. Yarışların bugünkü proqramı və nəticələri ilə bağlı ən son məlumatları Ər-Riyada elzam olunan əməkdaşımız Vüqar Nəzərov çatdıracaq. Salam Vüqar, buyurun efirdəsiniz, məlumatları sizdən alaq. Hər vaxtınız xeyir olsun. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi oyunlarında bugün 9-cu yarış günüdür. Hal-hazırda biz Aratetka mərkəzindəyik və bir qədər əvvəl burada ən ağır çəki dərəcəsində olan idmançıların mübarizəsi start verilib və indi hal-hazırda mən elə məhz arenamda tamaşaçılara göstərmək istərdim. Və burada xarici ölkələrin nümayəndələri, idmançılar sırayla öz çıxış vaxtlarını gözləyirlər və qeyd edim ki, 6-cı İslam Həmrəyliyi oyunlarında bu dəqiqələrdə voleybol yarışları təşkil olunub. Məsələ, Azərbaycanın qadınlardan ibarət voleybol komandası bu dəqiqələrdə Tacikistan, Əfqanistan millisi ilə üz-üzə gəlir və qeyd edim ki, bu görüşdə komandamız qalib gələrsə finala yüksələcək və final da noyabrın 13-də keçiriləcək. Bugün eyni zamanda karate yarışları təşkil olunub. Artıq İri Nazaryaska komandamızın lideri ilk görüşünə qalib gələcək.
gələrək yarımfinala yüksəlib və onun mükafat qazanmaq imkanları bu yarışda yüksək qiymətləndirilir. Və həmçinin bugün Muay Thai yarışları var. İki idmançımız Muay Thai yarışlarında qüvvəsini sınayacaq. Stolsu tenis yarışları bir qədər əvvəl başlayıb. Qarışıq komanda yarışlarında Azərbaycan idmançıları Pakistan komandasına qalib gəldilər. 4-1 final mərhələsinə yüksəldilər. Eyni zamanda Mərziyə Nurbatova və Aylın Əskərovadan ibarət qadınlardan qoşa komandamız isə qoşa yarışlarda Tacikistan idmançılarının üstün oldu və eyni zamanda onlar da mübarizəni yarım finalda davam etdirəcəklər. Ağır atletika yarışları davam edir. Hal-hazırda körpücüyə Suriya idmançısı çıxıb və qeyd edim ki, ağır atletika yarışlarının axşamki proqramında isə Azərbaycana digər təmsilçisi Əli Şükürlü ən ağır çəki dərəcəsində qüvvəsini sınayacaq. Noyabr 21-nə kimi davam edilir İslam Həmrəyliyi oyunları və qeyd edik ki, İslam Həmrəyliyi oyunları İdman TV vasitəsilə canlı yayımlanır və bu yarışlarda digər idman növlərində yarışlar hələ qarşıdadır. Taekwondo, güləş, qılınc oynatı və məsadlarım qeyd etdiyim yarışlarda Azərbaycan idmançılarının mükafat qazanmaq imkanları var və hələlik isə mənim əriyyatdan çatdıracağım məlumatlar, ən son məlumatlar bunlardan ibarətə yenidən sözü studiyaya verirəm. Təşəkkür edirik. Əriyyada ezam olan əməkdaşımız Vüqara ətraflı məlumatları, İslam Həmrəyliyi oyunlarının gedişatı ilə bağlı bir çox məlumatları bizimlə bölüşdü. Hörmətli tamaşaçılar, buraxılışımız davam edir. Taksi sürücüləri sabah imtahan verəcəklər. 20 test tapşırığından 10 və çox bal toplamış şəxslər imtahandan müvəffəqiyyətlə keçmiş sayılır. İmtahan 1 saat davam edəcək. Uğurlu nəticə göstərənlərə 7 illik şəhadətnamə veriləcək. İmtahanda iştirak etmək üçün 1679 nəfər qeydiyyatdan keçib. Hörmətli tamaşaçılar, Prezident İlham Əliyev bugün Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi rayonu icra hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən rayonu icra hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay rayonu icra hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax rayonu icra hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl rayonu icra hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir rayonu icra hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Bununla bağlı hazırlanan geniş video materiala bugünkü proqramımızda baxa bilərsiniz. Hörmətli tamaşaçılar, siz AzTV xəbərin saat 14-də olan buraxılışını izlədiniz. Ölkədə və dünyada baş verən müəyyən xəbərlərdən məlumatınız oldu. Özünüzə yaxşı baxın. Salamat qalın.